Salam aleyküm dəyərli izləyicilər. Bilirəm siz də evinizdə böyük, möhtəşəm görünüşü olan və baxımı rahat bir bitki axtarırsınız. Bunun üçün ilk öncə önərdiyim bitkilərdən biri də olan Dracena bitkisi haqqında bu gün sizlərə məlumat verəcəm. Dracena bitkisi çox böyük ölçülərinə təbiətdə 20 metrəcən çatan bir bitkidir. Təbiətdə 200-dən çox növü vardır və baxımı çox rahatdır. Demək olar duzlu torpaqdan başqa, dəniz qumundan başqa istənilən bir torpaqda, istənilən bir torfda əksəniz bu bitki bitəcəkdir. Əlbəttə ki, üstünlük torfa verilir ki, torpaqda keçiriliciliyi yaxşı olsun və bu zaman torpaqda keçiriliciliyi yaxşı olduğu müddətdə isə sizin bitkimizdə kök çürümələri olmayacaqdır. Bitkiyə ən çox diqqət edəcəyimiz şey kökünün çürüməsidir. Dracena haqqında bilməyimiz gərəkən ən ilk önəmli şeylərdən biri də odur ki, Dracena bitkisi deməli həm tropik iqlimdə yetişən bir bitkidir, həm də ki, digər bir növləri vardır ki, Asiya qitəsində yetişən növləri vardır. Dediyim kimi, təbiətdə çox böyük ağaclar olur, 20 metrəcən qalxan ağaclardır. Sadəcə olaraq bax, bu tip Dracena kompaktdır, bu tip yarpağı olan bitkilər Dracenalar. Bunlar tropik iqlimdə yetişən bir bitkilərdir və bu bitkilər daha çox nəmişlik sevən bir bitkilərdir. Digər isə yuka formasında olan, yuxarıda şəkildə gördüyünüz tip Dracenalardır ki, bunlar daha çox quraq təbiətdə yetişən bir bitkilərdir. Bu bitkilərin deməli nəmişliyi daha az sevir və o quraqlığa daha davamlıdır. Keçək indi biz bu Dracenadan danışırıqsa, bunlar daha çox kompaktdır və yaxud da ki, digər növlərdir ki, bunlar günəş işığının, birbaşa günəş işığından qorunmağımız məsləhətdir və nəmişliyi oranın yüksək səviyyədə saxlamaq lazımdır. Sadəcə olaraq yenə də kök sisteminə diqqətlə fikir vermək lazımdır. Bunun indi gövdəsini biz elə göstərə bilmirik. Gövdəsini bastığımız zaman artıq orada biləcəyik ki, nəmişliyi var ya yox. Əgər gövdəsi sıxıldığı zaman, əgər sıxılırsa, çox yumşaqsa, artıq bitkiyə su verməyə çox da ehtiyac yoxdur. Gövdəsi bu qaraldığı zaman bilin ki, artıq kökündə çürümə gedir. Bu zaman isə artıq kök çürüdüsə, artıq onu xilas eləmək demək olar ki, mümkünsüzdür. Artırılması çox rahatdır. Əgər aşağı yerdən hardan ki qaralıb, orası artıq çürüyübsə, oradan yuxarı kəsirik gövdəsini və suya qoyub bir müddətdən sonra kökləndirəndən sonra yenidən o Dracenanı əkə bilərik. Öz-özünə bala verir və daha çox gözəl formada adətən bir dipçədə 3 dənə, 4 dənə bir yerdə əkilir, fərqli boylarda daha gözəl görünüşə malik olur. Bitkimizi profilaktik olaraq 14 gündən bir, ayda bir dəfə daha çox fosfor, kalsium tərkibli qidalar verməyimiz tövsiyə olunur. Bu zaman bitkimiz daha şux, daha gözəl görünüşdə olacaqdır. Fikir verirsinizsə, bitkimizin üzərində sarı xallar və bəzilərində sarı haşiyələr olur belə. Bu bitkimizin doğru günəş aldığını göstərir. Bəli, hər növdə bu yoxdur təbii ki, bəzi növlərində isə bu vardır və biz bunu qaranlıq mühitdə saxlasaq, ikinci işıqda saxlasaq, bu xallar getdikcə solacaqdır və daha tünd bir rəng alacaqdır. Bu bitkimizdə də digər bitkilər kimi oxşar xüsusiyyətlərdən biri də odur ki, bitkimiz deməli daha tünd rəngdə olan Dracenalar ikinci işığa meyillidir, daha açıq rəngdə olan, daha belə sarılı olan Dracenalarımız isə gün işığına daha çox meyillidir. Bitkimizin oksigen baxımından çox gözəl, zəngin oksigen verməsi vardır. İstər ofis şəraitində, istər ev şəraitində çox gözəl görünüşə malikdir və bir çox yerlərdə də bu bitkini görə bilərik. Bunun da özəlliyi nədir? Baxımının rahat olmasıdır ki, bir çox yerlərdə bunu rahatçılıqla görə bilirik. Bu bitkimizi ev şəraitində, küləkli olmayan yerdə, yenə də birbaşa gün işığı düşməyən və 15-25 dərəcə arası temperaturda saxladığımız müddətcə gözəl inkişaf verəcəkdir, bizim üzümüzü güldürəcəkdir. Bu oksijeni bol verən, öz təbiətdə, həm evimizdə öz gözəlliyi ilə insanı valeh edən bitkimizi siz də alın və öz evinizi bununla bəzəyin. Özünüzdən müğayət olun, sağ olun, sağlam qalın.